2019-cu ildə mən bu TikTok şəbəkəsindəyim. Heç kim deyə bilməz ki, Tərlan xalqa qarşı hörmətsizlik edib. Heç kim deyə bilməz. Heç kimə qarşı mən hörmətsizlik eləməmişəm. Nə ki, heç kimə deməmişəm ki, mənə pul verin. Mənim ehtiyacım var. Ona deməmişəm. Ehtiyacım olmadığı üçün bəlkə də. Bəlkə ehtiyacım olsaydı, xalqımızdır da, özgə deyil ki, mən özgəyə ağız açmıram ki, xalqımıza ağız açardım ki, mənim ehtiyacım var, mənə kömək edin. Bəlkə də zəlil olsaydım, məcburiyyət qarşısında bunu deyərdim. Mənim sözümün canı başqadır. Mənim əzizlərim, mənim gözəl xalqım. Bu TikTok şəbəkəsində canlı açan insanlara dəyər verir. Onlara hədiyyə atırlar. Niyə xalqa hörmətsizlik edirsiniz? Niyə öz danışığınızı bilmirsiniz? Niyə də niyə? Sizi kim vadar edib bu hərəkətləri eləyəsiniz? Sizləri kim vadar edib ki, canlı yayımda ağzına gələn danışasınız? Kim vadar edib? 3 gün ondan öncə liftdə mən TikToka baxırdım. Mən biabır oldum ailənin yanında. TikToka girən kimi canlı yayımda bir-birlərini söyürdülər. Ayıb deyilmi bu? Vallahi ayıbdır. And olsun bizi yaradan ayıbdır. Adam belə iş görməz. Cəmiyyətdəsən, insan özünü düz aparmalıdır, insan özünü ağlı aparmalıdır. İnsan dilinə biraz şirinlik qatmalıdır. Mən başa düşə bilmirəm, bu tərbiyəni siz kimdən götürmüsünüz? Bu tərbiyəni sizlərə kim verib? Sizlərə deyiblər ki, gedin xalqın yanında ağlına gələn danışın. Yarışar mı sizə? Axı bizim xalqımız qəhrəman xalqdır. Bizim xalqımız mərd xalqdır. Belə olmaz axı.